Salam dəyərli izləyicilər, bu gün Kür və Araz çayları sahilində yerləşən rayonları öyrənirik. Əvvəlcə Kür çayının sol sahilində yerləşən rayonlardan başlayaq. Ağdaş, Zərdab, Kürdəmir, Hacıqabul rayonları Kür çayının sol sahilində yerləşir. Kür çayının sağ sahilində yerləşən rayonlar: Qazax, Goronboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı rayonları. Kür çayının hər iki sahilində yerləşən rayonlar: Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlax, Sabirabad, Salyan, Neftçala rayonları. Araz çayının sol sahilində yerləşən rayonlar: Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Şahbuz rayonundan başqa digər rayonlar Araz çayının sol sahilində yerləşir. Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonları. Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan rayonları Araz çayının sol sahilində yerləşir. İmişli, Saatlı və Sabirabad rayonları isə Araz çayının hər iki sahilində yerləşən rayonlardır. Beyləqan rayonu Araz çayının sol sahilində, Kür çayının isə sağ sahilində yerləşir. Sabirabad rayonu isə həm Kür, həm də Araz çayının hər iki sahilində yerləşən rayondur.